Salam, bu video dərs Excel proqramı ilə bağlı olan ilk video dərsimizdir. Mövzumuz Excel pəncərə quruluşu və əsas anlayışlar adlanır. Adından da göründüyü kimi, bu mövzuda Excel proqramının pəncərə quruluşu və proqramı istifadə edərkən bizə lazım olan ən əsas anlayışlar haqqında danışacağıq. Excel proqramını yükləmək üçün Start menüsünə daxil olmaq, bütün proqramlara keçmək, Microsoft Office proqramlarını tapmaq və onun daxilindən Excel proqramını açmaq lazımdır. Məlumdur ki, Excel proqramı da Word proqramı kimi Microsoft firmasının məhsuludur və Office paketinin tərkibinə daxil olan vacib proqramlardan biridir. Gördüyünüz kimi Excel proqram pəncərəsi Word-ə bənzəyir, lakin müəyyən qədər fərqli tərəfləri də mövcuddur. Əvvəlcə Excel proqramında hazırlanmış faylın genişlənməsinə nəzər salaq. Bunun üçün hər hansı Excel faylının üzərində mousun sağ düyməsini vurmaq və Properties xüsusiyyətlər əmrini icra etmək lazımdır. Bundan sonra Excel faylının genişlənməsini görə bilərik. Deməli, Excel faylının genişlənməsi XLSX şəklindədir. Office paketi 2003 və əvvəlki versiyalarda bu genişlənmə XLS şəklində idi. 2007 və 2010 versiyalarında isə genişlənmə XLSX şəklində təyin olunur. İndi Excel proqramının pəncərə quruluşu haqqında danışaq. Word proqramında olduğu kimi yuxarı hissə başlıq sətri adlanır. Başlıq sətrinin sol tərəfində proqramın kiçik piktoqramı, onun yanında isə sürətli müraciət paneli yerləşir. Sürətli müraciət paneli haqqında Word proqramı ilə bağlı video dərsimizdə ətraflı danışılmışdı. Başlıq sətrinin sağ tərəfində pəncərəni idarə etmə düymələri, onun aşağı hissəsində isə lenti gizlətmə və lenti açma düyməsi, eyni zamanda kömək düyməsi yerləşir. Kömək düyməsinin sağ tərəfində Word proqram pəncərəsində bizə tanış olmayan idarə etmə düymələri mövcuddur. Bu idarə etmə düymələri proqram pəncərəsinin yox, cari faylın idarə olunması üçündür. Yəni, bu düymələr vasitəsilə cari faylı minimum kiçiltmək, maksimum böyütmək, əvvəlki variantını bərpa etmək və bağlamaq olar. Excel proqramında da əmrlər lent başlıqlarının tərkibində qruplaşdırılıb. Lent başlıqlarının sol tərəfində isə Word proqramında olduğu kimi fayl düyməsi yerləşir. Lentdən aşağı hissə Word proqramı ilə tamamilə fərqlidir. Gördüyünüz bu hissə ad qutusu adlanır. Ad qutusunda seçilmiş olan xananın adı göstərilir. Daha sonra yerləşən hissə düstur sətri adlanır. Excel proqramında müəyyən riyazi əməliyyatların hesablanması üçün düstur sətrindən tez-tez istifadə olunur. Ümumiyyətlə, Excel proqramı Word-dən fərqli olaraq yazı yazmaq üçün yox, hesablama əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş proqramdır. Buna görə də çox vaxt bu tipli proqramlara elektron cədvəllər də deyilir. Gördüyünüz kimi, Excel proqramının işçi sahəsi çoxsaylı sətirlərdən və sütunlardan ibarətdir. Sütunların adları Latın əlifbasının baş hərfləri ilə, sətirlər isə rəqəmlərlə işarə olunur. Sətir və sütunların kəsişməsi isə xana adlanır. Mouse vasitəsilə seçilmiş xana aktiv xana adlanır və aktiv xananın adı ad qutusunda göstərilir. Xananın adlandırılması sütun adı və sətir nömrəsi ilə göstərilir, yəni B2 və yaxud C4 formasında. İlk dəfə açılmış Excel faylının adı proqram tərəfindən book1 şəklində adlandırılır. Əslində bu formada adlandırmanın məntiqi bir əsası var. Belə ki, Excel faylı səhifələrdən ibarətdir. Gördüyünüz kimi, aşağıda Sheet 1, Sheet 2, Sheet 3 şəklində müxtəlif səhifələr mövcuddur. Bu səhifələrin hər biri digərindən fərqlidir və onların bir-birindən asılılığı yoxdur. Standart halda Excel kitabı 3 işçi səhifədən ibarət olur. Lakin lazım olduqda yeni işçi səhifələr artırmaq mümkündür. Bunun üçün gördüyünüz bu düymədən və yaxud Shift F11 kombinasiyasından istifadə etmək olar. Excel faylı səhifələrdən ibarət olduğuna görə çox vaxt
fayl əvəzinə onu Excel kitabı da adlandırırlar. Proqram pəncərəsinin sağ və sağ aşağı hissəsində fayl üzərində hərəkət etmək üçün hərəkət çubuqları, hərəkət zolaqları yerləşir. Aşağı sağ tərəfdə isə görünüş düymələri və miqyas düymələri mövcuddur. Word proqramında da olduğu kimi miqyas düymələri işçi səhifənin görünüş miqyasını dəyişmək üçündür. Görünüş düymələri isə müxtəlif görünüşlərin birindən digərinə keçmək üçün istifadə olunur. İlk görünüş rejimimiz normal görünüş rejimidir. Standart halda proqram açılarkən həmişə bu görünüş rejimi aktiv olur. Növbəti görünüş düyməmiz səhifə tipi, səhifə nizamı adlanır. Bu görünüş tipini aktivləşdirsək, onda Excel faylımız səhifələr şəklində göstəriləcək. Miqyası azaltmaqla bu səhifələri daha aydın şəkildə görə bilərik. Yenidən normal görünüş rejiminə qayıdaq. Sonuncu görünüş rejimimiz isə vərəq hissəsinə ön baxış adlanır. Bu görünüş rejimini aktiv etdikdə Excel vərəqinin ancaq üzərində iş görülmüş sahəsi ekranda görünəcək. Yəni boş qalan hissələr ekranda əks etdirilməyəcək. Yenidən normal görünüş rejimimizə qayıdaq. Video dərsimizin əvvəlki hissəsində Excel faylının sətirlərdən və sütunlardan ibarət olduğunu qeyd etmişdik. Sütunların adları Latın əlifbasının hərfləri ilə adlandırılır. A-dan başlayaraq adlandırma Z-yə qədər davam edir. Z-dən sonra isə hərflər 2-2, daha sonra isə 3-3 qruplar şəklində yazılaraq adlandırılma bu şəkildə davam etdirilir. Excel proqramında sütunların sayı 16384-ə bərabərdir. Əgər klaviaturadan Ctrl düyməsini sıxaraq sağa hərəkət ox düyməsini sıxsaq, bu zaman sonuncu sütunumuzun ilk xanası aktiv olacaq. Deməli, sonuncu sütunumuz XFD adlanır. Yenidən Ctrl düyməsini sıxmaqla sola hərəkət ox düyməsini sıxsaq, A1 xanası aktiv olacaq. Sətirlərimiz isə birdən başlayaraq ardıcıl şəkildə ədədlərlə nömrələnmişdir. Yenə də Ctrl düyməsini sıxaraq aşağı hərəkət ox düyməsini sıxsaq, sonuncu sətrimizə getmiş olarıq. Deməli, Excel proqramında 1.048.576 ədəd sətir mövcuddur. Excel proqramı ilə işləyərkən ilkin və aslı xana anlayışlarından çox geniş formada istifadə edilir. Əvvəldə qeyd etdiyimiz kimi Excel proqramı hesablama əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuşdur. Sadə bir hesablama əməliyyatı aparaq. B3 xanasına 5, C3 xanasına 7 daxil edək və D3 xanasına keçərək bura düstur tətbiq edək. Yadda saxlamaq lazımdır ki, Excel proqramında bütün düsturlar bərabər işarəsi ilə başlayır. Bərabər işarəsini klaviaturadan daxil edək, sonra B3 xanasını seçək. Klaviaturadan plus işarəsini daxil edək və C3 xanasını seçək. Gördüyünüz kimi D3 xanasının tərkibində B3, yəni 5, üstəgəl C3, yəni 7 şəklində düstur əmələ gəldi. Klaviaturadan Enter düyməsini sıxsaq, D3 xanasında 12 rəqəminin yazıldığını görərik. Təbii ki, Excel proqramı daha mürəkkəb hesablama əməliyyatlarının aparılmasını da yerinə yetirə bilir. Hal-hazırda ekranda 3 ədəd yerləşir. Əgər B3 xanasını seçsək, düstur sətrində 5 yazıldığını görərik. C3 xanasını seçsək, yenə eyni qaydada düstur sətrində 7 yazılacaq. Ancaq D3 xanasını seçdikdə düstur sətrində onun içərisindəki rəqəm yox, tərkibindəki düstur əks olunacaq. Bu o deməkdir ki, B3 xanası və C3 xanası ilkin xanalar, D3 xanası isə aslı xanadır. Əgər xananın qiyməti digər xanalardan aslıdırsa, onda belə xanaya aslı xana deyilir. İstifadəçi tərəfindən daxil olunan qiymətlərin yazıldığı olduğu xanalar isə ilkin xanalar adlanır. Əgər burada 5 əvəzinə 10 daxil etsək, avtomatik olaraq D3 xanasındakı qiymət dəyişmiş olacaq. Word proqramı ilə bağlı video dərslərimizdə qeyd etmişdik ki,
Seçilmiş mətn hissəsi fraqment və yaxud mətn fraqmenti adlanır. Excel proqramında isə seçilmiş hissəyə diapazon deyilir. Yenə də sadə formada seçim qaydasından istifadə etməklə müəyyən bir diapazonu qeyd edə bilərik. Bunun üçün sadəcə mausun sol düyməsini sıxaraq hərəkət etdirmək və lazım olan yerdə buraxmaq lazımdır. Excel proqramında xanalar düzbucaqlı formasında olduğuna görə seçilmiş diapazonlarımız da düzbucaqlı formada olacaq. Diapazonu göstərmək üçün onun ilk xanasının adını və son xananın adını qeyd edirlər. Diapazonda olan xanaların sayını tapmaq üçün diapazona daxil olan sətirlərin sayını sütunların sayına vurmaq lazımdır. Excel proqram pəncərəsində mausun görünüşü çox müxtəlif şəkillərdə ola bilir. Belə ki, işçi sahə üzərində mausu hərəkət etdirdikdə o ağ rəngli plus şəklində görünür. Əgər mausu sütun başlıqlarının üzərinə aparsaq, onun görünüşü ox şəklinə düşəcək. Sütun sərhədlərinə gətirdikdə isə iki başlı ox forması alınacaq. Eyni qayda ilə sətir başlıqlarına gətirdikdə də mausun görünüşü dəyişmiş olur. Bundan başqa, mausu lent üzərinə gətirdikdə o normal qaydada ox şəklinə düşəcək. Mausu seçilmiş xananın kənar sərhədlərini apardıqda onun uc hissəsində 4 başlı ox əmələ gələcək. Bu o deməkdir ki, bu vəziyyətdə mausun sol düyməsini sıxmaq və xananın yerini dəyişmək olar. Əgər mausu seçilmiş xananın sağ aşağı küncünə gətirsək, onda onun göstəricisi qara rəngli plus şəklində olacaq. Bu vəziyyətdə mausun sol düyməsini sıxmaqla onu aşağıya doğru sürükləsək, ilk xananın tərkibində olan məlumat digər xanalara da aid ediləcək. İndi fayl düyməsinə qısa şəkildə nəzər salaq. Excel proqramında fayl düyməsi demək olar ki, Word proqramı ilə tamamilə eynidir. Yenə də yadda saxlamaq, fərqli yadda saxlamaq, açmaq, bağlamaq, məlumat, ən son, yeni, çap, saxla və göndər, kömək, seçimlər və çıxmaq düymələri burada yerləşir. Sürətli müraciət panelinin görünüşü və onun üzərində aparılan əməliyyatlar da Word proqramı ilə tamamilə eynidir. Buna görə də sürətli müraciət paneli haqqında da ətraflı danışmağa ehtiyac yoxdur. Növbəti video dərsimiz HomeLand başlığının əmrləri haqqında olacaq. Sağ olun.